Bax, ön hissəni düzün bura, hamınız eyni qaydada. Düzdür? Burada astarda vitriska olmayacaq, bütöv olacaq. Ona görə bunu bura birləşdirdim. Arxanı da təbii ki, astarda arxada tikiş olmayacaq. Ona görə qat yerinə qoydum. Və burada hardasa 2 sm yer saxladım. Arxada fikir verin. Fikir vermirsiniz, kostyumlarda arxada balaca bir skladka olur. Orada boşluğu, bolluğu vermək üçün. Fikir verməmiş olmarsınız paltolarda, pencəklərdə. Bax, onun 2 sm-sını burada saxladım, qat yerində. Saxladınız hamınız. Bu hissəni də yenə də birləşdirirəm. Yenə bitişik olmur. Bunun bütöv şəkildə çəkirəm bura. Təbii ki, nə qədər tikiş payı vermişdiksə, burada o qədər tikiş payı veririk. Uzunluq da olur, düz pencəyin uzunluğunda. İndi bunu bura işləyin. Düzdür, bu hissəni biz buradan indi kəsib atacağıq. İlk dəfə kəsdiyinizə görə başa düşmərsiniz deyə mən hamısını çəkdirəm bunun üstünə. Burada əgər 4 sm yer qalmasa, eybi yoxdur. Oradan kəsərik, qolu da yanından çıxararıq. Sadəcə bu qaydada düzülür, onu göstərirəm. 2 sm burada qalsın, çox da qoyma. Mənə gəlir ki, biraz çoxdur. Birləşdir. Burada da pencəyin yanına mənə gəlir ki, sən də 4 sm qoymuşdun. Ona görə burada çatmır. O aşağıdan kəsərsən, eybi yoxdur. Arxanı buradan kəs götür, öndə oradan kəsərsən. Bir də uzunluq yaddan çıxmasın. Pencəyin uzunluğu nə qədərdirsə, bunda o qədər kəsin.